Salam qızlar, necəsiz? Biz gəlmişik, evdəyik. Mən bu günləri çöldə qalmışdım. Başıma çox hadisələr gəldi. İstəyirəm bir-bir sizinlə onları danışam. Amma hər şeydən əvvəl siz mənim kanalıma abunə olmağı və videolarımı bəyənməyi unutmayın ki, videolarım daha çox insanın qarşısına çıxsın. Mənim bu kanalı açmaqdan məqsədim sadəcə sizinlə söhbət etməkdir, virtual dostlar yığmaqdır özümə. Ona görə kanaldan siz yan gəlməz, bundan əmin ola bilərsiniz. İndi isə keçək bugünkü söhbətlərə. Əvvəlcə onu deyim ki, işıqlarımız sönübdür. Ona görə də nə yemək pişirə bilirik. Belə bir ki, qazımız gəlir, amma qazı yandırmaq üçün o çıx-çıqdandır. Və tərslikdən də evdə bir dənə də olsa spüska yoxdur ki, mən o qazı yandırım. Ona görə gəlmişik, toruqla kabusu çörək yeyirik, kabusu çörək yeyirik. Axşama da hələ ki yemək hazırlaya bilmirəm. Hə qızlar, kakras işıqları da sönüb. Bugün də həftə sonudur, yəni işin son günüdür. Deyirəm, boşluq ikən gəlib sizlərlə söhbət edirik. Neyinirsiniz, vəziyyətiniz necədir? Üz-üzə danışmırıq sizinlə çox vaxt. Bu mənim qızım Yumrudur, biraz dəcəl qızdır. Gəl oğlumu da göstərim. Gəl bura səni də göstərim. Bu da mənim oğlum Totuşdur. Ağıllı balam, gözəl balam. Mənim cücək balam. Hə, Totun. Asan. Qızım biraz sayasız qızdır. Bunu görmək istəyən izləyicilərim olur. Tez-tez yazırlar ki, bu xanımı göstər. Ay xanım düz dur da. Bax görürsünüz qızlar, düz durmuş. Heç durmur. Bu xanımın özünün də YouTube kanalı var. Arada bir videolar paylaşır bu xanım. İzləyiciləri də var hələ. Ay Toto, eləmə də yumuş. Aşkım, eləmə də. Hə qızlar, belə işlər. Nə qarşısına iş görsün. Az bir dayan da. Vay atı oynana. Dur burada. Hə, deməli qızlar, bu günləri başıma gələnlərdən tanışmaq istəyirəm sizə. Toğrul bugün məni çöldə qoyub. Necə? Deməli, səhər tezdən işə gedəndə bu xanım deyirəm, bəy mənə açarımı götürdü. Açarı ayırmışdım o birisi açarlardan. Keçən dəfə qapını açmaqdan ötürü. Bu mənim açarımı götürdü. Mən də elə bildim ki, ay balı dayan da, gəmirdin qutardı, nə olub, nə xəbərdir? Hə, yadımdan çıxdı sözü. Bax, 2 uşaqla olmaq belə şeydir də bacılar. Sonra deyirlər ki, niyə ikinci uşağım? Az mənim ikinci uşağım olsa, üçüncü uşağım olmuş olur. Və bu kim baxsın, buna atım. Kütüyə də atmaq olmur, yazıqdır. Hə, deməli, açarım qalıb Toğrulda sən demə. Aparıb bağçaya özü ilə. Ay kişinin qızı, uşaq niyə bağçaya açar aparsın axı özü ilə? Bunu kimə desən gülər. Nəysə, aparıb özü ilə bağçaya. Mən də işdən çıxmışam, axşamdır. Dedim ki, ta bu günləri özüm gəlim. Onsuz da həftə sondur. Həm də yoldaşımın işi var. Desən gəlir ki, bəs özün get. Mən Toğrulu götürüb gələcəm. Dedim, hə, lap yaxşı da. Mənim üçün də əla. O vaxta qədər mən də evdə bir işlərimdən görərəm. Durdum, düzəldim yola. Heç baxmadım ki, açar məndə yoxdur. Bunlar da səhər tezdən gedəndə yoldaşım dedi ki, bəs Toğrulda açar var. O açar sənin açarın deyil. Dedim, yox, o ayrı açardı. Mənim açarım ayrıdır. Da ağlıma gəlmədi ki, mənim öz açarımı çıxartmışam axı üstündən. Toğrulda gedib. Bu xanımça da, Bəyzadə də özü ilə aparar bağçaya. Mən də axşam gəldim, düşdüm düz binanın qabağına. Binanın qabağına çatanda açdım qapıdan içəri, yuxarı da qalxmışam hələ. Liflə qalxdım qapıya, baxam ki, vay, açar yoxdur. Açar çıxartmışam. Axtar, oranı axtar, buranı axtar, gördüm açar yoxdur. Çorik, peşmanik düşdüm aşağı. Göz daha gözlə. Binamızda, bilirsiniz də bizim bu binalar yan-yana tikilibdir. Mənə maraqlı idi ki, görüm o birisi binaların remontları, içərisi falan necədir. Dedim, bekar çıxdıq, o gedim o birisi binalara. Nəysə, girə bilmədim bacılar. Qaldım elə çöldə. Qapılara şey qoyublar, kilit qoyublar. Kilit deyəndə kod qoyublar da. Uca aktivləşdiriblər. Hələ bizim binada aktivləşməyibdir. Obşum girə bilmədim. Maraqlıydı, amma görüm ümumiyyətlə digər binaların remontu necədir. Onlarda fərqli nə var, nə yox falan. Amma alınmadım. Neyse, biraz həyətdə gözlədim. Bunlar gəldi, çıxdım. Havaydan yerə mənim bugün 2 manatım da getdi. Ondan sonra vaxtım da getdi. Bir 40 dəqiqə küçədə gözləmişəm. Soyuq boynumu qurudubdu. Üzüm yuxarı çıxmadım ki, uşaq gəlində bir də düşəcəkdim, ərindim də. Bax, görürsünüz, bu elə bir ki, afçarkada, düşək dolasın. Nəysə, bunu buraxdıq. Nəysə, bacılar, bir elə. İndi evdəyəm, gəldim, evə çıxdım, axır ki, bu Bəydədaş gələndən sonra. Bəydədaş, gəl bura.
Bu bəydadaş açarı bağçaya aparan bu bəydadaş gələndən sonra gəldim evə girdim. Ancaq Yaxşı ki elədim. işığımız yanmır, indi də işıqsız qalmışıq. Bəli, gözləyirik atamız gəlsin, işığımızı düzəltsin. Biz də yeməkdən zaddan bişirək, çay içək, ölürük acımızdan, susuzluğumuzdan. Deyirəm ki, adam arxaya yaxşı yer çıx getsin, Allah iki uşağın ola, ikisi də bir qəpiklik olmaya. Deməli, nə deyirdim ay başı? Yadımdan çıxdı. Nəsə deyirdim. O şimdi yeməksiz, açsız qalmışıq. Deyirəm, yadıma düşdü. B12 əskikliyim var, Allah'ın olsun. Deyirəm ki, gərək adamın evində işbişcə ola, işbişcə. Köhnə dövrlər heyif döyürdüm. İşbişcəm var idi, nə vaxt istədin yandırırdı. Dişlərim necədir qızlar? Dişlərimi bilirsiniz də, remont elətdirirəm. Baxın. Yuxarısında mənim qara dişim vardı burada. İndi onu düzəldib sağ olsun doktorum. Yuxarı dişim okeydir. Bu aşağıdakı boşluq Bilsəm o qalır. nə üçün olur? Nə üçün olur? O şirniyyat yemək üçün olur. Bəs sən də yemədən. Mən sənə deyəndə şirniyyat yemək yeyirsən elə. Mən indi dişimi fırçalayacağım oynayacağım. İndi inşallah ki, onu da bu həftə yox, gələn həftənin birinci gün gedəcəm. O boşluğu da düzəltməlidir. O uşaq vaxtı 7 yaşım falan olanda yıxılmışam pləkandan. O sınıbdı. Sınıb deyəndə, yəni içəridə nəsəsi olub qaralmışdı. Elə o qaranlıq fəsində də qalmışdı. Sonra mən onu çıxartdırdım. Amma toğrul eləmədi, səsin gəlir axı. Ged otağında oyna. Aşağını da düzəldəndən sonra olacaq qəşəng, gözəl. Danışanda artıq dişlərimin aşağısı görünməyəcək. O vaxtı tibb o qədər inkişaf etməyibmiş, bəli. Bir çox şeylərim yarım çıxmalıbdır. Yəqin ki, 90-cı illərin uşaqlarının çoxu bu vəziyyətdədir. Hərəsində bir şey çatışmır. Həkim qıtlıq olubdu o vaxtı. Mənim ayağımın altı duzdur. O vaxtı anamgil həkim aparıb, həkim deyib ki, neysən oğlan uşağı da heç əskəriyə göndərməyəsən ki. Buradan o həkimə səslənmək istəyərdim. Kaş ki, sənin də uşağın ayağının altı duz olardı, əskər göndərərdin elə onu. Az əskər göndərməklə bəyim iş olur. Əgər sizin uşaqlarınızda varsa, əskərlik dərdi çəkməyin bacılar. Ayağın altı düz olanda adamın onurğasından tutmuş ta ayağının hər yerinə qədər əyilmə ehtimalı var. Və tez yorulursan. Ona görə də mütləq həkim aparın. Göz ardı eləməyin belə şeyləri. Ciddi məsələlərdir. Novruz planınız nədir qızlar? Mən Novruz planımı sizə bu yaxınlarda açıqlayacağam. Amma hələ ki tam dəqiq deyə bilmərəm. Qaşlarımı oynada bilirəm, görürüm. Bir dənə şey var, bir qaşını qaldıra bilir. Onu eləyirəm, alındıramıram. Bunu tutsam, bunu da tutanda yenə də bir yerdə qal. Neysə, alınmır. Sabah üçün planım odur ki, ev yığışdırmalıyam. Bəli, həftə sonu da ev yığışdırmalıyam. Hamam, tualet, kuxna, bir-iki xırdaxır işlərim var, onları görməliyəm. Axşam YouTube təlimi keçirəm mən, onu eləyəcəm. Batum, sonra nə işim var? Sonra da nəsə iş tapacam da 100%. Amma o birisi gün istirahət günündür. Bəli, bazar günü yoldaşımla gedəcəyik gəzməyə. Videomda olsun, gözünüz səhifəmdə olsun ki, videolarımdan xəbərdar olasınız. Hələlik özünüzə yaxşı baxın.